Bakıya qarşı ciddi səhv Rusiya üçün baş ağrısı oldu. Putinin köməkçisindən yersiz müqayisə. Rusiya prezidentinin köməkçisi, bu ölkənin Ukrayna ilə danışıqlarına rəhbərlik edən Vladimir Medinski yumuşaq desək təəccüb doğuran bəyanatla çıxış edib. O deyib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhə boyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında Qarabağ kimi mübahisəli əraziyə çevriləcək. Maraqlıdır ki, Medinskinin təmsil elədiyi Rusiya dövləti Qarabağın 30 illik erməni işğalı zamanı belə bu torpaqları mübahisəli ərazi adlandırmayıb. Rusiya işğalçı Ermənistana hərbi siyasi yardımlarını əsirgəmədiyi dövrlərdə belə bu ölkənin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Lakin 44 günlük Vətən müharibəsindən 5 il, antiterror əməliyyatındansa 2 ilə yaxın dövr ötdükdən sonra Rusiya prezidentinin köməkçisi ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın Qarabağ regionunu nədənsə mübahisəli ərazi adlandırır. Özü də bunu işğal elədikləri Ukrayna əraziləri ilə müqayisə eləməklə. Bu müqayisəni Ukrayna rəsmiləri etsəydi, başa düşülən olardı. Əvvəla ona görə ki, onlar da Azərbaycan kimi işğala məruz qalan tərəfdir. İkincisi isə onlar heç vaxt nə Qarabağı, nə də özlərinin işğal altında olan ərazilərini mübahisəli adlandırmazdı. O ki qaldı Rusiya prezidentinin köməkçisinin dediklərinə, təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Medinskiyə cavabı özünü çox gözlətmədi. Təəssüf ki, Rusiya prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç vaxt heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə bir müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birliyi tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və bir gündən az olan 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib. Bundan başqa Azərbaycan Xarici İşlər Nazirliyi Medinskiyə tövsiyə eləyib ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməsin. Lakin iş də elə bundadır ki, öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirmək Medinskinin köhnə adətidir. Rusiyanın keçmiş mədəniyyət naziri, hazırda prezidentin köməkçisi olan Medinski həmçinin Velika Rus şovinist təbliğatının atalarından biri sayılır. Bunu hazırda Rusiyanın Ukraynaya qarşı apardığı sistemli təhrif təbliğatında görmək olar. Ukraynanın dövlətçilik tarixinin olmaması, Lenin tərəfindən süni olaraq yaradılması tezisləri məhz həmin təbliğat maşınının istehsalıdır. Hamının gözəl bildiyi tarixi təhrif eləmək Medinski və onun həmkarlarının iş prinsipidir. Məsələn, İkinci Dünya müharibəsinin nəticələrini Romanovlar dövründə olan Rusiya imperiyasının sərhədlərinin ədalətli bərpası kimi təqdim eləmək yalnız belə insanlara məxsus cəhətdir. SSR-də yaşayan xalqların Amerika Birləşmiş Ştatları, Böyük Britaniya kimi müttəfiqlərlə birlikdə faşist Almaniyası üzərində ümumi qələbənin nəticələrini belə təqdim eləmək təbliğat maşınının yalan yaymaqda sərhədləri tanımadığını göstərir. Bundan başqa, 1939-cu ildə SSR-nin Finlandiyaya qarşı işğalçı müharibəsini ədalətin bərpa olunması, Molotov-Ribbentrop paktı əsasında SSR qoşunlarının Polşanın ərazisinin bir hissəsini işğal eləməsini azadlıq kimi təqdim eləməsi və sair bu tipli kobud təhriflər Medinskinin tarixi faktlarla necə manipulyasiya etdiyinin göstəricisidir. Rusiya rəsmilərinin və mətbuatının bu məsələ ilə bağlı Azərbaycanın cavabına reaksiyası isə özünə məxsus olub. Belə ki, Rusiyanın Lenta.ru media resursu Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını işıqlandıraraq bu ərazilərin Qarabağ regionu ilə müqayisəsinin düzgün olmadığını yazıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova isə Medinskinin sözlərinin kontekstdən çıxarıldığını bildirib və güya onun bunu başqa mənada dediyini qeyd edib. Mariya Zakharovanın reaksiyasından belə anlamaq olar ki, Medinskinin sözləri onlar üçün əlavə baş ağrısı olub. Əgər həqiqətən də bunu baş ağrı kimi qəbul edirlərsə, ümid eləmək olar ki, bu kimi uğursuz müqayisələr bir daha təkrarlanmayacaq.